Bunlar vəfat eləyəndə onlar yuyulur, kəfənlənir və adi insanlar necə ölür? Onları dəfn edirlər. Elə. Amma axirətdə nə olur? Şəhidlərdən olur. Və həmçinin bəli, hədisdə gəlib ki, kim mən qutilə dunə məlihi fəhvə şəhid. Yəni sahabelərdən biri deyir ki, ya Rasulullah, bir gəl məndən malımı istəyir və döyüşür mənimlə, deyir, mala görə. Deyir ki, sən məni öldürsə, mən o yolda ölsəm, deyir ki, sən şəhidsən. Və mən onu öldürsəm, deyir ki, o cəhənnəm əhlindəndir. Mən qutilə dunə məlihi fəhvə şəhid. Kim malı uğrunda öldürürlərsə, şəhiddir o. Və kim namusu uğrunda öldürürlərsə, o şəhiddir. Aydın mı? Amma bir məsələyə diqqət etmək lazımdır. Tutaq ki, kimsə, yəni bu əskər balalarımızdan biri vəfat, yəni orada vəfat elədi, yəni düşmən tərəfindən öldürüldü. Biz ona cəzmən deməli ki, bu şəhiddir, yəni Allah qatında şəhiddir, bu şəriətdə buna icazə yoxdur. Aydınmı? Amma biz deyirik ki, öldü, şəhiddirlər onlar. Aydınmı? Hamı Allah yolunda öldürülənlər nədir? Şəhiddirlər. Hətta Allah Teala Quran-Kərimdə 2 böyük ayə nazil edib. Və biz bilirik ki, bütün insanlar vəfat eləyəndə ölmürlər onlar. Yəni məhv olub getmirlər. Biz bilirik ki, yəni ruhun bədənlə nəyi var? Təalluqu var. Dünyada ikən yəni ruh bədənlə təalluqu var, yəni münasibət. Və həmçinin bərzəx aləmində də var. Yəni, biz bilirik ki, o birisi aləmə keçirik. Biz yox olmuruq, elə deyilmi? Və şəhidlər də həmçinin elədir. Amma nəyə görə şəhidləri Allah Teala deyir ki, yəni və la tahsabannallazina qutilu fi sabilillahi amwata. ki, Allah yolunda öldürülənləri ölü hesab eləmə. Bəl əhya'un ində rabbihim yurzaqun. Onlar diridirlər, Allah qatında ruziləndilər.